Salam əziz izləyicilər. Güvən nəşrlərinin 9-cu siniflər üçün keçidi buraxılış imtahanı suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Baxıram. Demək 57-ci sual. X kubu y'in kvadratı çıxılsın x, y üstəgəl y üstü 4 üstəgəl 3. Çox həddisinin dərəcəsini tapın. Baxın, bu bir həddinin dərəcəsi 5 eləyir. Bu 2'dir, bu 4'dür. Ən böyüyü nədir? 5. Cavab olur C variantı. Demək növbəti baxıram 58. Əkob 10A bərabər nəyə? 2A'ya. Deyir, əbob 10A'nı tapın. Əbob 10'dan A'ya neçə olar? Demək lazım. Demək, baxın, nə edirəm? Əbob 10A. Baxın, bizə bunu soruşur, düzdürmü? Buna bir T yazıram. Baxın, sol tərəfi vururam bir-birinə. Əkobu əboba vuranda verir ədədlərinin hasili. Sol tərəfi vurdum, bərabər edirəm sağ tərəflərin hasilinə. Olur 2AT. Buradan A'lar 7. T nə oldu? 5. Bizdən də elə əbobu istəyir. Əboba T demişəm. Cavab 5 olur. C variantı. Baxıram 59'a. Ədədlər sırasının ən böyük fərqi. Ən böyük fərq nə deməkdir? Ən böyük ədəddən ən kiçiyinin çıxmaq lazımdır. Burada ən böyüyü 24 olur. Ən kiçiyi nə olur? 3 olur. Bizdə 24'dən çıxıram 3'ü, qalır 21. Demək B variantı. Növbəti 60'a baxıram. ABCD'ye nöqtələri diametri. Demək CD olan O mərkəzli çevrənin üzərindədir. AB paralel CD'ye. Qoy şəkili burada çəkək. Bax, bu bizdə CD. Bura mərkəz. Bura AB. Sonra demək, baxın, bizə deyir CD'ye. Bax, CD'ye haradır? CD'ye burada. Bax, bu CD'ye bərabərdir 2ABC'ye. Mən bura alfa yazsam, bura olacaq 2 alfa. D'ye göğsü 70. Bax, bura deyil 70'dir. Baxın, bura 70'dirsə, bütöv 180 olmalı axı, diametridir. Onda bax, bura nə qalır? Bura qalır 110. Onda 2 alfa bərabər nə olur? 55. Çünki bunun yarısı buna bərabərdir. Daxili bir sökən qövsünün yarısıdır. Məndən AB qövsü neçə dərəcə? Onu istəyir. İndi qulaq. Bunlar bir-birinə nədir? Paraleldir. Bunlar paraleldirsə, onda bu qövslər bir-birinə nədir? Bərabərdir. Çünki paralel vətərlərin arasında qalan qövs bərabər olur. Bunlar bərabər olmalıdır. İndi qulaq. 2 alfa 55, düzdürmü? Baxın, bura alfadırsa, söykənəm qövs bura 2 alfa olurmu? Onda bu nəyə bərabərdir? 55'e. Baxın, burada 55 olur. 55, 55, elədir 110. Onda bu AB qövsünə nə düşdü? 70. Oldu D variantı. Demək, növbəti baxıram 61'ə. Demək, 61'də fikir verin. Bax, bu kəsir nəyə bərabərdir? 1 tam 2'də 1'in üzərinə. 1 gələndə nə olur? 2 tam 2'də 1. O da 2'də 5 deməkdir. Məxrəc 3 bölünsün. 1 tam 3'də 2 nə deməkdir? 3'də 5 deməkdir. Baxın, 2'də 5'i 3'ə böləndə
2 məxrəcə düşür, vurulur 3'ə, olur 6'da 5. Vurulsun bunun tersi. Olur 5'də 3. Bu da bundan gelir. Qaldı 2'də 1. Yani A variantı. Növbəti baxıram 62'yə. 1 kilogram 24 manata olan kara yağının 350 gramı neçə manatdır? Baxın, birində kilogram deyir, birində gram deyir. Demək, tənasüb quranda həmişə eyni kəmiyyətlər olmalıdır. Məsələn, bura kilogramsa, digərdə kilogram. Gramsa gram. Demək, 1 kilogramı çevirdim qrama. Oldu 1000 gram. Neçəyə? 24 manata. İndi mənə deyək ki, 350 gram neçə manatdır? X. Burada x beraberdir 350 vur 24 bölü 1000. 50'ye geçse ne kalır? Burada 20 kalır. Burada 7 kalır. Bu da 2'ye geçsin 10 kalsın 12 kalsın. 7'nin 12'ye 84 bölü 10. Bu da 8 tam 10'da 4. Cevap olur C variantı. Növbəti baxıram 63'ə. Demək B, A, C. Bu da D. ABC bərabər tərəfli üçbucaq. Bura 60. Burada 60. D'ye perpendikulərdir BC'ye. D'ye perpendikulərdir BC'ye. AD'ye 4 veriblər. BY'ye 6 veriblər. YC'ni istəyir. Burada bir X yazıram. İndi qulaq as. Bura 60. Düzdürmü? Onda burada bütöv 60 daxil. Görüm orada nə deyir bizə. Hündülü falan demir də yox. Gəl belə gedək. Bizə nə istəyir? X istəyir. Babur oldu 30. 30'un qarşısına kat et. Hipotenuzun yarısı babur oldu 2x. İndi fikir ver. Bura bütöv nədir? 6 plus x. Bura bütöv nədir? 4 plus x. 2x. Tərəflər bərabərdir. Yəni 2x üstə gəl 4 bərabər olmadı x plus 6'ya. Buradan da x bərabər nəyə? 2'yə. Məndən də YC'ni istəyir. YC'də elə x yazmışam. Cavab olur 2 A variantı. Növbəti baxıram 64'ə. Demək nə inir burada? Demək baxın 2 bak kök 2 plus kök 3 üstə gəl kök 5. Digərdə kök 2 üstə gəl kök 3 minus kök 5. Bu nədir? Kvadratlar fərqidir. Bax necə? Bu bir A'dır. Bax bu bir A. Plus B. Sonra A. Minus B. Yəni ki kök 2 üstə kök 3'ün kvadratı çıx kök 5'in kvadratı. O belə. Demək kvadrata açsam kök 2'nin kvadratı 2. Kök 3'ün kvadratı 3. 2 misli 2 kök 6. Çıx kök 5'in kvadratı 5. Bunlar getdi qaldı 2 kökdə 6. Yəni ki B variantı. Demək növbəti baxıram 65'ə. Demək bura A, B, C, D. Demək bura E. Deyir ABC düzbucaqlısında CE tən bölən. Bura tən böləndirsə 45, 45. Sonra AB'ni bizə 5 verib. YD çıx AE 1 verib. Bax YD'dən AE'nin çıxanda 1 qalır. Demək bura x-sa bura olur x minus 1. İndi fikir ver. Bura 5 olduğuna görə burada 5'dir.
Burada ne görürük? Burada beraber yanlı, düz bucaqlı, üç bucaq. Katet 5 ise bakın burada 5'tir. Demək x 5 oldu. Onda bura ne oldu? 4 oldu. Mənə AE'nin uzunluğunu soruşur. Cavab olur AE 4 B variantı. Növbəti baxıram 66-ya. Zəhmət olmasa videonu bəyənək, kanala abunə olaq. D koordinat başlanğıcına nəzərən -1, 4 nöqtəsinə simmetri olan nöqtəni tap. Bax, koordinat başlanğıcına nəzərən dediyinə görə hamısı əksinə dəyişməlidir. 1, -4. 1, -4 D variantı. Növbəti baxıram 67-yə. Koordinat oxlarını nöqtələrində kəsən parabolanın tənli aşağıdakılardan hansıdır? Demək, bu olsun bizdə koordinat sistemi. İndi dinlə. Bax, x-i -2 0 nöqtəsində. Sonra 0, 6 nöqtəsi, yox, 3, 0 nöqtəsində. Bir də 0, 6 nöqtəsində. Kəsir. Tənli aşağıdakı hansıdır? Böyle bir ki, bu gəlsin belə. Gəlsin belə məsəl üçün. Böyle bir ki, belədir də. Mesela böyle bir parabol olsun. Şimdi ben buradan görürəm ki, bunun A'sı mütləq mənfidir. Bu bizim parabolanın tənli belə olmalıdır. Biz həmişə nə demişik? Y kəsən nöqtə həmişə C'dir. Niyə? Y kəsirsə x0 bunlar gedir. C bərabər olur nəyə? Y. Ona görə Y 6 da kəsirsə buradan görürəm. Demək bizdə C 6'dır. Sonra x'i 3'də kəsir. X'i 3'də kəsirsə Y 0'da. Harda x gördüm 3 yazıram. 3'ün kvadratı 9A 3B üstəgəl 6 bərabər 0. Bir də x-a -2-də kəsir. -2'nin kvadratı 4A çıx 2B üstəgəl 6 bərabər 0. O belə bir sistem təlik. Demək nə edirəm? Biz AB'ni tapmalıyıq da. Yuxarını 2'ye vuraram, aşağını 3'e vuraram. 18A üstəgəl 6B üstəgəl 12 bərabər 0. 3'e vururam 12A çıx 6B üstəgəl 18 bərabər 0. Toplayanda getdi. Qaldı 30A. Bu ikisi də 30 eləyir. Sağa gedir olur -30. A oldu -1. Demək A -1'dir. Mesela burada yerine yazıram. Birinci tənlikdə yerine yazıram. -1'dirsə -9 üstəgəl 3B üstəgəl 6 bərabər 0. Buradan da 3B bərabərdir 3'ə. B də bərabərdir 1'ə. Demək bizim kvadrat tənlimiz bu şəkildədir. -x kvadrat üstəgəl x üstəgəl C 6. Bu şəkildə. -x kvadrat üstəgəl x üstəgəl 6 olacaq A variantı. Növbəti baxıram 68'ə. Usta 54 detal hazırlamışdır. Diagram əsasən şagirdin neçə detal hazırladığını tapın. Baxın, ümumi detalımız x olsun. Bax, 3'də 2x usta hazırlayıb. Bu nə qədər edir? 54. Onda x nəyə bərabərdir? 81'ə. Onda şagird də 3'də 1'ini hazırlayıb. 81'ə vursam 27. Cavab A variantı. Növbəti baxıram 69'a. Düzbucaqlı koordinat sistemində A nöqtəsinin apsisini 9 vaid artırıb, ordinatını isə 12 vaid azaltsaq, yeni B nöqtəsi alarıq. AB məsafəsini tapın. Bax, düzbucaqlı koordinat sistemində bu oldu koordinat sistemi. A nöqtəsinin apsisini 9 vaid artırıb, ordinatını 12 vaid azaltsaq, yeni B nöqtəsi alarıq. Gəl belə götürək də. Məsələ üçün bizdə olsun A nöqtəsi, mesela burada götürən fərq yoxdur.
Bak burada bir A nöqtəsi götürdüm. Bunun X ve Y nöqtəsi de belə deyək. Deyir A nöqtəsinin apsisini 12 vaat artırıb. Belə götürəyəm. Bax A'nı götürürəm burada. Bax bunun X'ini 12 vaat artırdım. Oldu X plus 12. Ordinatını 12 vaat azalttım. Bax X'ini demə 12 vaat artırdım. Gəldi bura. Düzdürmü? Ordinatını elə bir ki, bax X'i 12 vaat artırdım. Gəldi bura. Ordinatını 12 vaat azalttım. Elə bir ki, Y buradaydı. Düşdü bura. Mesela artık burada ne olacak? X plus 12 Y minus, daha doğrusu X'i 9 watt artırır. Apsisi 9 watt arttı. Ordinatta 12 watt azaldı. Bu böyle oldu. Yeni B nöqtəsini alarıq. Bize AB məsafəsini tapın deyir. Böyle ki, bu nöqtədən buna qədər məsafə. Və AB məsafəsini necə taparam? Kök altına. Bu çıxılsın bu. X1 çıx X2'nin kvadratı üstəgə Y1 çıx Y2'nin kvadratı. X plus 9'dan X'i çıxanda X'lar gedir qalır 9 kvadrat 81. Üstəgə Y minus 12'den çıxıram Y'yi. Y'lər gedir mənfi 12 kvadrat 144. 225 15. Cevap olur D variantı. Bundan bunu çıx. Fərq yoxdur. Yine X'lar gedir mənfi 9 kvadrat yine 81. Aydındır. Növbəti baxıram 70'ə. Koordinat sistemində 4-cü rübdə yerləşir. 4'də yerləşirsə nə olmalıdır? X müsbət, Y mənfi. 4-cü rübdə 1, 2, 3, 4. Demək X müsbət, Y mənfi hardadır? C'də. Cavab olur C variantı. Demək növbəti baxıram 71'ə. ABC'de düzbucaqlı trapesiya şəkli çəkim. Demək A, B, C, D. Bura 7, 15, 16. Demək trapeziyanın sahəsini istəyir. Trapeziyanın sahə düsturu necədir? A üstə gəl B bölü 2 vur H. A var, B var. Bizə nə lazım? H lazım. Buradan hündürlüğü çəkirəm. Baxın bura 7'dirsə, burada 7'dir. 16'dan 7 çıxanda bura qalır 9. Buradan H'ı tapa bilərik. Pifagor. 225 çıx 81. 144 H 12. Demək 16 ilə 10, demək 16'ın üzərində 7 gəl. 23 bölü 2 vur H 12. Bu da x-ə qədər 6 qalır. 6'ına vururam 23'ə. 8 bir yadda 138 B variantı. Demək növbəti baxıram 72'yə. Ədəd oxu üzərində 2A minus 1 ədədi hesablama başlanğıcından 9 vaat məsafədə yerləşir. Baxın. Hesablama başlanğıcı nə deməkdir? 0 deməkdir. 9 vaat məsafə deyirsə, üzərinə 9 gəldim. Almalıyam nə? 2A minus 1. Bir dəfə də 9 çıxmalıyam. Almalıyam yenə nə? 2A minus 1. Demək, bu deməkdir ki, 0'ın üzərinə 9 gələndə 9 edir. Yəni 2A minus 1 9 olur. 2A 10 olur. A 5 olur. 0'dan 9 çıxan nə qalır? Mənfi 9 qalır. Demək ki, 2A minus 1'də bir dəfə mənfi 9 olmalıdır. 2A bərabərdir mənfi 8. A bərabər mənfi 4. Bizə ala biləcək qiymətlərin cəmi 5 üstəgəl mənfi 4 oldu 1. Cavab 1 olur 72'də.
Növbəti baxıram 73-ə. Demək x bölünsün 3 çıxılsın x üstəgəl 1 böyükdür -5. Bərabərsizliğini ödəyən ən böyük tam ədəd. Hər tərəfi 3'ə vururam. Qaldı x çıx 3x üstəgəl 3 böyükdür -15. Buradan -2x böyükdür -12. X kiçikdir 6. Bizə ən böyük tam ədəd deyil, olur 5. Çünki 6'dan kiçik ən böyük ədəd 5 olur. Üzrlü sayım burada səhv getdim. Mən demək 10 -15 çıx 3 -18 eləyir. Diqqətsiz oldu burada. Baxın bu müsbət 3'dür axı. Sağa gələndə -3 olur. Bu olur -18. X kiçikdir nədən? -18'i -2'ye böldüm 9'dan. 9'dan kiçik ən böyük ədəd 8 olur. Demək növbəti baxıram 74'ə. Burada da nə edirəm? Hər tərəfi 10'a vururam. 10'a vuranda 5'nə ixtisar gedər. Qaldı 2 vur x plus 1 üstəgəl. Baxın bunu 10'a vuranda ixtisar gedər. Qaldı 5x. Onu da 10'a vurdum 100. Buradan 2x üstəgəl 2 üstəgəl 5x bərabər 100. Demək 7x bərabər 98, x bərabər 14. Cavab 14 olur. Növbəti 75'ə baxıram. Bir işi Vagif, Murat və Ceyhun birlikdə 6 günə bitirə bilir. Eyni işi Vasif və Murat birlikdə 12 günə bitirirsə, Ceyhun tək başına neçə günə bitirər? Belə deyək də Vasif, Murat, Ceyhun. Vasif x günə, Murat y günə, Ceyhun da z günə. Baxın bu üçü birlikdə 6 günə yerinə yetirir. Bir günə işin 1 böl x'ini görər. Bu da bir günə işin 1 böl y, 1 böl z. Bunları topladım. Bakın bu bize ne verir? Bu bir gün ərzində görülən işin hissəsini verir. Bakın ümumi iş 6 günə görülürsə, bir günə işin 6'da 1'i görülürmü? Sonra deyir ki mənə, eyni işi Vasif, bakın Vasif və Murat 12 günə görür. Bu nə deməkdir? Demək bir günə 1 bölü x, 1 bölü y. Bu ikisi birlikdə bir günə işin bu qədər hissəsini görür. Yəni 12'də 1'ini görür. Buradan gəlirəm. Bakın 1 bölü x üstəgəl 1 bölü y nə yazıram? 12'də 1 üstəgəl 1 bölü z bərabər 6'da 1'ə. Buradan 1 bölü z bərabərdir. Demək nə olur? Bu 12'də 2 deməkdir. Çıxıram 12'də 1'i. Bu deyilir 12'də 1. 1 bölü z 12'də 1'ə bərabərdir. Z nəyə bərabərdir? 12'yə. Z kim idi? Ceyhun idi. Ceyhun z günə işi bitirir. Yəni 12 günə. Cavab olur 12. Ceyhun təklikdə bu işi 12 günə bitirər. Demək növbəti baxıram 76. Demək fx bərabər 2x plus 5. Jx bərabər x kvadrat çıx 2. Baxın bizə f j1 verir. Əslində bu sual 9'lara görə doğru deyil. Çünki bu mürəkkəb funksiyada. Mürəkkəb funksiya 10-cu sinifin mövzusudur da belə deyək. Ona görə yəni 9'lara bütün sual düşməz. Demək bu nə deməkdir? Mən gedib j1'in qiymətini tapmalıyam. J funksiyasında x'a 1 yazmalıyam. Demək 1'in kvadratı 1 çıx 2 oldu -1. Demək j1 neymiş? -1'miş. Gətirirəm burada j1'in yerinə -1 yazıram. Yəni mən nəyi tapmalıyam?
F funksiyasında x'a mənfi 1 yazmalıyım. Bak x'a burada mənfi 1 yazmalıyım. 2 vur mənfi 1 olur mənfi 2 üstə gəl 5 bu da 3. Cavab 3 olur. Növbəti baxıram 77. Qabarıq 11 bucaqlının daxili bucaqlar cəmi. Daxili bucaqlar cəmi 180 vur n-2'dir. 180 vurulsun. N nədir? 11'dir. 11'dən 2 çıxanda 9. Bu elə 0. Demək 2, 7 yadda 9, 16. 1620 dərəcə. Baxıram 78'ə. Tərəflər nisbəti 13, 13, 24 olan üçbucağın perimetri 150'dir. Demək 13x üstə gəl 13x üstə gəl 24x bərabər 150'ye. 26, 24, 50. 50x 150 x 3 olur. Demək buradan bərabər yanına üçbucaqda yan tərəf 39. 39 3'ə vururam da. Bura nə olur? 72. Deyir sahəni tap. Buradan bir hündürlük çəkirəm. Bunun yarısı 36. Baxın h bərabərdir. H kvadrat. 39'un kvadratı çıx 36'nın kvadratı. Kvadrata yükseltmem. Kvadratda fərqimi yazıram. 39 çıx 36. Sonra 39 üstə gəl 36. Demək bu h kvadrat bərabər 3 vurulsun. Neçə olur bu? 75 mi olur? Bəli. Bu da 225 eləyir. H 15. İndi sağa tapıram. S bərabər 2 ilə 1 vurulsun. A bizdə 72'dir. H da 15'dir. Buna bu getdi 36. 36'nı vururam 15. Bu da olur 540. Cavab 540 olur. 78. Demək növbəti baxıram. 79'a. Qonşu bucaqlar fərqi 30. Qonşuların cəmi 180. Fərqi 30. Topladım bettalar getdi. 2 alfa 210 alfa 105. Betta 75. Bucaqların kiçiği olanını neçə faiz artırsaq böyük bucağa bərabər olar. Bax 75 100 faizdir. 105'də x faizdir. Deyir neçə faiz artırmaq lazımdır. Buradan x bərabər 105 vur 100 bölü 75. 25'e gedir 3. Burada 4. Bu da 3'e gedir 35. Oldu neçə? 0 140. 100 faizden neçəyə getməlidir? 140 faizə. 40 faiz artmalıdır. Növbəti baxıram 80'ə. Çevrənin diametrinin ucuları, bu bizdə çevrədir. Bu bizdə diametr. Bu mərkəz. Diametrin ucuları 7, 9. Bir də mənfi 23, 19. Nöqtələrdir. 15, mənfi 15, 38 nöqtəsindən çevrənin mərkəzinə qədər ki məsafə. Çevrənin mərkəzinin koordinatları necə tapıram? Orta nöqtənin koordinatları. Niyə? Çünki buradan bura məsafə ilə buradan bura məsafə eynidir. Onda bu nədir? Orta nöqtədir. Mənfi 23'ün üzərinə 7 gəlirəm. Mənfi 16 2'yə böl mənfi 8. 19'un üzərinə 9 gəlirəm. 28 2'yə bölürəm 14. Bax mənə bundan demək bax mənfi 15 38 bu nöqtədən mənfi 8 14'ə qədər məsafəni istəyir.
Demek ki bu A olsun, bu O olsun. Ve bizden A mesafesini istiyor. Kökün altında menfi 15 çık menfi 8. Bu olur menfi 7 kvadrat 49. Üste gel. 38'den çık 14'ü. Kalır 24 kvadrat 576. Bu da 625 olur. Bu da 25 olur. Ve burada olur cevap 25. Sonra 80, 81. Sonuncu sual. Demek sual belədir. Bir dənə parallelogram. Bura A, B, C, D. Demek ABCD paralelogramında FK AD'ye paraleldir. Peki AD 24. BE demek BE. Bura 16. Bütün 24 ise bura 8. Burada 24 daha paralelogram karşı tarafları beraber. AF'i 18 verip KC'ni 6 verip bize FY üstəgəl DK cəmi neçə santimetrdir? Buradan da belə gedir. Bura F 18. Bu da paraleldir. K. Bura 6. Bize FY buraya yazan bir X üstəgəl DK. Və bunu istəyir. X-la Y-in cəmini istəyir. Bu paraleli yaxşı çəkim. Və burada qum saatı. Burada ne var? Oxşarlıq. Niye oxşar olur? Çünkü bak, bura alfa olanda, bura alfa olur. Bura beta olanda, burada beta olur. Bura gammasa, burada gammadır. Üç bucaqda bucaqlar bərabərdirsə, artıq bunlar nədir? Oxşardır. Baxın, gammanın qarşısındakı tərəf 24'ün, gammanın qarşısında tərəf 16'ya nisbədir, bərabərdir. Və alfanın qarşısı yoxdur da, verməyib. Nə edirəm onu? Beta'nın qarşısı 18'in, baxın, beta'nın qarşısı x'ə nisbədir. 8'e gedir 3, 8'e gedir 2. Buradan 3x beraber 36, x beraber 12. Ve bu x'i 12 tapdım. Bize x ile y'nin cəmini istəyir. Yani f y ile dk'nın cəmini. Bu belə. Demək, baxın, burada nə inirik? Buranı uzadıram. Burada ne görürük? Oxşar üçbucaq. Fikir ver. Bu üçbucaqla bu üçbucaq oxşardır. Bunlar oxşar olur. Niye? Niye? Bura bütöv qammadırsa, burada bütöv qamma olur. Bura betadırsa, məsəl üçün, həm kiçik üçbucağın betası olur, həm böyüyünün. Ona göre oxşarlıq belə gedir. Mesela bura ne yazaq? Bura bir M yazaq. Bayını qulaq. Böyük bucaqda bu körün qarşısındakı tərəf bütöv 30. Səsində çıxmır. 30 bölünsün və bu körün qarşısındakı tərəf 18'e nisbədir. Bərabərdir. Bu bucağın qarşısındakı böyük tərəf 16'nın, bu bucağın qarşısındakı kiçik tərəf MF-ə nisbədir. Buradan MF'i tapıram. 6'ya gedir 5, 6'ya gedir 3. 3'ü vurdum 6'ya, 16'ya. 48 böldüm 5'e. 9'dan 16.
Uşaqlar bax bura 9,6-dır. Bütöv 20 olmalı axı. Onda buraya nə düşür? 14,4 düşmür. Bax buradan bura. Düzdür. İndi baxın buradan hansı qaydanı xatırlayırıq? Bax trapesiyada bu paraleldirsə otacaqlara. Belə bir qayda. Üstünə yazdım. Bax bu 14,44. Bax 14,44. Daha sonra 14,4. 44 nə idi? Onda da 14,4 bərabərdir. Bax 6 vurulsun 24. Çarpaz bir formada 144 üstə gəl. 8 vurulsun y. 8y bölünsün bu hissələrin cəminə. Trapesiyanın aşağında belə bir qayda var. Buradan çarpaz elə. Demək 14,4'ü 6'ya vuranda 86 tam 10'da 4 üstə gəl 14,4 y bərabər 144 üstə gəl 8y. Demək 14,4'dən 8 çıxıram. Nə qalır? 6,4y bərabərdir. 144 çıxılsın 86,4. Bu deyilir 57,6. Buradan da y bərabərdir. Bölünsün 6,4. Bu da deyir 9. Demək y tapdım 9. Y 9, f 12. Bizə bunların cəmi istəyirlər. Demək 12 üstə gəl 9 olur 21. Cevap 21 olur. Və 81-ci qəşəng sual idi. Bu da sonuncu sual. Sağ olun. Hər birinizə uğurlar.